Yəqin ki, Qarabağın baş məşqçisi Qurban Qurbanovun Qubada İmişli ilə keçirilən son maçdan sonra çıxışını xatırlayırsınız. Mətbuat konfransında Qurban Qurbanov bildirmişdi ki, ümumiyyətlə belə stadionlarda oyun keçirmək olmaz. Biz belə stadionda futbol oynaya bilmərik. Bu, Premyer Liqa səviyyəsinə uyğun deyil. Əgər İmişli Bakıda məşq eləyirsə, elə Bakıda da oynasın. Niyə gəlib burada oynayır? Yəni, bir növ Qurban Qurbanov İmişlinin Qubada rəqiblərini qəbul eləməsinə etiraz eləmişdi. Ümumiyyətlə, tək Quba stadionu deyil, başqaları da var. Problem tək stadionlarla bağlı olsaydı dərd yarıdı. Söyləyəcəm, sizlər də dinləyəcəksiniz. Baxın, Sabah komandası, hansı ki çempionluğa oynayır. AFFA tərəfindən cərimə olunub. Bilirsiniz niyə? Onların soyunub geyinmə otaqlarında isti su gəlmədiyi üçün. Adamlar çempionluğa oynayır. Bəlkə sabah bir gün çempion olacaqlar. Çempionlar Liqasında Azərbaycanı təmsil edəcəklər. Amma onların stadionunda soyunub geyinmə otağında isti su gəlmir. Hələ mən Zirənin cəriməsindən danışmıram. O Zirənin ki, 2 futbolçu formalarını tərs geyinmişdi. Onlara da cərimə yazıblar. Baxın, Azərbaycan Premyer Liqasında peşəkarlıq səviyyəsi hansı həddədir? Elə bütün bunlara baxanda təbii ki, Qurban Qurbanovu qınamaq lazım deyil. Adam haqlıdır.